Salam və vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizlərlə birlikdə yeni bir mövzu üzərində qarşınızdayım. Bugünkü mövzumuz mexaniki iş güc olacaq. İlk başlığımız mexaniki iş olacaq. Deməli, başlayaq. Mexaniki iş haqqında ilk öncəliklə kiçik bir nəzəriyyə anlayışı verək. Həm qüvvə, həm də bu qüvvənin istiqamətində olan yer dəyişmən hasilinə bərabər olan cəmiyyətə iş deyilir. İş deməli A bərabərdir F vurulsun S düsturla yazılır. Amma tərifə fikir verdinizsə, əgər həm qüvvə, həm də bu qüvvənin istiqaməti olan yer dəyişmə hasili varsa, deməli burada müəyyən bu bucaq gedir və bu bucaq deməli Fs kosinus alfadır. Niyə Fs kosinus alfadır? İndi bunun haqqında danışacağıq. Deməli iş deməli vahidi 1 jouldur. Joule Newton vursun metrdir. Onu da atsaq kiloqram vur metrin kvadratı bölünsün saniyənin deməli kvadratına. Mexaniki iş ümumiyyətlə skalar kəmiyyətdir. Niyə? Çünki yəni işin bir istiqaməti yoxdur. Sadəcə məsələlərdə gördüyünüz kimi sadəcə bir qiyməti var. Yəni nətər ki ya enerji ya da ki iş. Həmçinin güc də. Yəni indi gücə elə gəlməmişik, amma güc də həmçinin skalar enerjidir mexaniki iş kimi. Aha, indi gəlin bu A bərabərdir Fs, deməli bu kosinus alfadır ki, bu kosinus alfa hardan gəlir onu göstərək. İlk öncə markerimizin rəngini dəyişək. Məsəl üçün hər hansı bir yol çəkək belə. Məsəl üçün burada bir M kütləli cismimiz var və bu cismi mən müəyyən bir yer dəyişmə elətdirmək istəyirəm və bu yer dəyişməyə də bir dənə S deyim. Və bu bucağı üfüq istiqamətində dartıram və bu bucağın istiqamətləndirilmiş vektoru da bu istiqamətdədir. Və sürət də bu istiqamətdə qoyuram. Gördüyünüz kimi bu aradakı bucaq alfa bucağıdır. Bu alfa bucağı bizim deməli sürtünmə qüvvəsində də izah elədiyimiz kimi, əgər bir-biri ilə çaşdırırsınızsa, belə bir ox çəkin. Buna x deyin, buna y deyin. X oxu deməli istiqamətində olan bu alfa bucağı, yəni x oxuna yaxın olan bu alfa bucağı sadə yolla desək, deməli olur bu həmin Fs kosinus alfadır ki, bu kosinus alfa. Bu isə əgər verilsəydi bizə, bu zaman sinus alfa olacaqdı. Yəni bununla bunun fərqini buradan ayırd edə bilərsiniz. Bundan əlavə deməli iş həm qüvvədən, həm yer dəyişmədən düz asılıdır. Deməli, iş qüvvədən nə zaman düz asılıdır? Yer dəyişmənin sabit qiymətində. Həmçinin, deməli, iş yer dəyişmədən nə zaman düz asılıdır? Qüvvənin sabit qiymətində. Aha. Bunu da yazdıqdan sonra iş nə zaman müsbət olur, iş nə zaman mənfi olur, nə zaman sıfır olur, bunlara bir nəzər yetirək. Deməli, ilk öncəliklə iş 3 müxtəlif qiymət ala bilər. Əgər, deməli, həmin bu bucağın qiymətinə görə cisimlərin gördüyü işi xarakterizə edərsək, əgər bizim həm sürət vektorumuza nəzərən bizə lazım olan vektor əgər ki 0-la yazaq, 0 dərəcə ilə, deməli 90 dərəcə altında, yəni bu bucaq necə bucaqdır? Bu bucaq iti bucaqdır. İti bucaq əmələ gətirərsə, o zaman deməli iş deməli A müsbət olur. Əgər alfa deməli 90 dərəcə bərabər olarsa, o zaman iş 0-a bərabər olur. Əgər alfa həm 90 dərəcələ, həm 180 dərəcə arasında, yəni kör bucaq əmələ gətirərsə, A mənfi olur. Bu 3 halı da unutmamanız lazımdır. Çünki məsələlərdə işin ən təməl məsələlərində belə
Bu mənfi müsbət söhbəti mütləq və mütləq işlənir. Gəlin bunu yaxşı anlamaq üçün bir dənə nümunə verək. Məsəl üçün, məsələ 1 deyək. Məsələ 1. Məsəl üçün, hər hansı bir yer səthimiz olsun. Bu yer səthi deməli istiqamətə düşən bir cismimiz olsun, M kütləli. Deməli, bu cismin istiqaməti aşağı doğru olsun. Məsəl üçün, sual verə bilər ki, bu cismə təsir edən hansı qüvvələr var və bu qüvvələrin işi deməli necədir? Yəni, müsbətdir, mənfidirmi, sıfırdırmı? Və burada şərt olaraq da bunu da əlavə edim ki, məsəl üçün, burada müqavimət qüvvəsi də nəzərə alınsın. Yəni, bizə deyir ki, müqavimət qüvvəsini də saya bilərik. O zaman cismi aşağı doğru çəkən bilirik ki, bir mg var. Mg nədir? Yəni, F ağırlıq. Ona görə mg deyir, bu mövzuda F ağırlıq yazacağıq. Və cismi sürət istiqamətinin, daha doğrusu sürət istiqamətinin, bu tərsinə istiqamətdə, yəni bu yuxarı istiqamətdə F müqavimət olur. Elə olur ki, məsəl üçün, həm müqavimət qüvvəsi, həm ağırlıq qüvvəsi eyni istiqamətdə olur. Amma sürət istiqaməti yenə dəyişir. Hər zaman unutmayın, baxın, müqavimət qüvvəsi, ağırlıq qüvvəsi eyni ola bilər. Məsəl üçün, cisim yuxarı doğru atılır. Cisim yuxarı doğru atılırsa, həm ağırlıq qüvvəsi onu aşağı çəkir, həm də müqavimət qüvvəsi onu yuxarı çıxmaya imkan vermir. Və yuxarı qalxan cismin sürəti necə olur? Yuxarı doğru olur. Yəni, müqavimət qüvvəsi həmişə bu ağırlıq qüvvəsinin tərsinədir deyə bir nəticə heç vaxt gəlməyin. Çünki bu nəticəyə istər müəllimlər olsun, istər hazırlıq şəraitində gördüyümüz tələbələr olsun, bunu çox zaman səhv salırlar. Bunu da unutmamanız lazımdır. Deməli, bu cismə təsir edən iki qüvvəmiz var. İndi gəlin hər iki qüvvə üçün doğru, deməli, şeylər yazaq, bərabərliklər yazaq. Ağırlıq qüvvəsinin istiqaməti hansı istiqamətdir? Sürət istiqaməti ilə ağırlıq qüvvəsinin istiqaməti eynidirmi? Eynidir. O zaman iş necədir? Müsbətdir. Yaxşı, bəs müqavimət qüvvəsi ümumiyyətlə müqavimət qüvvəsidir, sürtünmə qüvvəsidir. Bu iki qüvvəni görürsünüzsə, mütləq ki, mənfidir. Yəni, heç istiqamətdən baxmadan mənfidir. Çünki hərəkət istiqamətinin əksinə yönəlir və cismin hərəkət etməsinə icazə vermir. Bunu da hətta bir şərt kimi yazaq. Fm, yəni F müqavimət və F sürtünmə qüvvəsi hər zaman mənfi proyeksiyalıdır. Yəni, mənfi iş görür. Mənfi proyeksiyalı sözü çox deməli, düzgün işlənmir, amma işi mənfi proyeksiyalıdır deyə bilərik. Bu ilk hissəmiz. Ondan sonra burada bu mövzuda işlərin mənfi müsbətliyi daha nəzərdən keçirildiyi üçün fərqli bir-iki deməli, məsələ də yazaq. Məsələ 2 yazaq, məsəl üçün. Məsəl üçün, yenə bir cisim verək. Az öncə dediyim halı çəkmək istəyirəm. Bu cismi, məsəl üçün, V sürəti ilə yuxarı deməli, göndərmişik. Və deyir ki, bu cismə təsir edən, deməli, həmin qüvvələrin gördüyü işi hesablayın. Deməli, bu qüvvələrin gördüyü işi hesablayarsaq, bu qüvvəyə aşağı doğru hansı qüvvə çəkir? Aşağı doğru bir mg qüvvəsi çəkir. Mg yəni nədir? F ağırlıq. Və biz dedik ki, sürət istiqamətinin, əksi istiqamətin həmişə bir müqavimət qüvvəsi olur. Yəni, müqavimət qüvvəsi də bunu aşağıya doğru çəkəcək. Yəni, məsəl üçün, yuxarı atdığınız bir cismi görürsünüz ki, gəlir, yuxarıda durur və təzədən aşağı düşür. Çünki bu cisim yuxarı qalxdığında həm F ağırlıq təsir edir, həm də deməli, F müqavimət qüvvəsi təsir edir. Bunu da deməli, unutmamaq lazımdır. O zaman hər iki, deməli, bu qüvvələr üçün eyni bu iş şəraitini yazarsak, F müqaviməti dedik ki, heç baxmadan bilirik ki, işi sıfırdır. F ağırlıq bəs necədir? F ağırlıq görürük ki, V ilə 180 dərəcəli bucaq əmələ gətirib. Bizim də burada yuxarıdakı şərtimizə görə 180 dərəcəli kor bucaq əmələ gətirən cisimin işi sıfıra bərabər, yəni sıfıra bərabər deyil, yəni mənfidir, yəni sıfırdan kiçikdir. O zaman hər ikisinin də işi sıfırdan kiçikdir. Bu da ikinci halımız.
İndi gəlin üçüncü hala baxaq. Üçüncü halda da bu dəfə yenə yer səthində olsun bu dəfə də. Yenə havadan 2 dəfəyə baxdıq. Bu dəfə də yer səthində olsun. Misal 3. Misal 3. Deməli, yenə bir yer səthi çəkək. Aha. Deməli, burada bir cismimiz olsun. Deməli, hətta belə eləyim, bunu ortadan çəkim. Burada bir M kütləli bir cismimiz olsun. Aha. Soruşa bilər ki, bu cismə təsir eləyən, deməli, həmin bu qüvvələrin işini yazın. Hətta F dartını yazaq. F dartı bu istiqamətdə olsun. V də bu istiqamətdə olsun. Aha, indi getdik. Bu cismə ən başda bildiyimiz kimi mən bu M silim çaşdırmamaq üçün ən başda cismin mərkəzindən doğru aşağıya F ağırlıq qüvvəsi təsir edir və F ağırlığı mərkəzləşdirən qüvvə reaksiya qüvvəsidir və F dartını da burada mərkəzləşdirən, deməli, bunun əks istiqamətində F sürtünmədir. Yəni, deməli, bu ağırlıq qüvvəsinin, deməli, mərkəzləşdirən reaksiya qüvvəsidir. F dartını mərkəzləşdirən isə sürtünmə qüvvəsidir. Hər ikisi bir-birinə tarazlıq şəraitini ödəyir. İndi gəlin bu, deməli, F dartı reaksiya, F ağırlıq və F sürtünmə üçün işin müsbət ya da mənfi olduqlarını yazaq. İlk öncə yazaq. Birinci. Bir saniyə. Birinci. Birinci nədir? F dartı. Deməli, F dartı üçün yazarsak, F dartıya baxaq. Sürət eyni istiqamətdədirmi? Bəli. O zaman F dartı, deməli, işi müsbət olacaq. İkinciyə baxaq. F dartı getdi. İkinci nədir? Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi dedik ki, heç baxmağa belə ehtiyac yoxdur. Həmişə mənfi olur. Üçüncü nədir burada? Deməli, reaksiya qüvvəsi. Reaksiya qüvvəsi, burada bir nəzər var. Baxın, cismin sürət istiqaməti hansı istiqamətdir? Bu istiqamət, düz deyilmi? Həmçinin dartı qüvvəsinin istiqaməti bu istiqamətdir. Yaxşı, reaksiya qüvvəsi bu iki ox istiqamətindən necə yönəlib? 90 dərəcə bucaq altına, yəni perpendikulyar. Biz də demişdik ki, şərtdə alfa 90 dərəcə bərabər olarsa, iş 0 olur. Yəni, reaksiya qüvvəsinin gördüyü iş mütləq ki, olur 0. A bərabər 0. Necə ki, biz dedik ki, həm müqavimət qüvvəsi, həm sürtünmə qüvvəsi gördüksə, ondan ki, mütləq ki, 0-dır, mütləq ki, mənfidir. Həmçinin, dayağın reaksiya qüvvəsində gördüksə, bilin ki, işi 0-dır. Və dördüncü olaraq F ağırlığı yazaq. F ağırlıq da, təbii ki, bu şəraitdə görürsünüz ki, F dartı bu istiqamətdə gedir, F ağırlıq bu istiqamətdə gedir və burada yenə bir 90 dərəcə bucaq əmələ gətirir. O zaman, deməli, F ağırlıq üçün yazacağıq ki, A bərabərdir 0-a. Biz burada gördüyünüz kimi 3 hala baxdıq. 3 halda burada deməli bu MJ, yəni cismə təsir edən ağırlıq qüvvəsi burada 0 oldu, burada mənfi oldu. Deməli, burada da müsbət oldu. Yəni biz konkret olaraq ağırlıq qüvvəsinin nə iş görəcəyini söyləyə bilmərik. Havada ayrı bir iş görür. Deməli, mali müstəvidə də təbii ki, ayrı bir iş görür. Orada da müsbət olur. Həmçinin, deməli, yer səthində də müxtəlif iş görür. Yəni, cismi vektorun asıdır. Yəni, burada söyləyə bilməyəcəyimiz yeganə kəmiyyətlərdən biridir ki, deməli, həm F ağırlıq burada 0-dır. Baxın, burada deməli mənfidir. Burada da müsbətdir. Yəni F ağırlığı verilən şəraitə görə yazmaq lazımdır. Aha, bunları izah elədikdən sonra bu hissə qurtardı. Son bir hissəni də əlavə eləmək istəyirəm. Buradakı deməli misal 4 saniyə mali müstəvi. Deməli, hər hala baxdıq, bir dənə də mali müstəviyə baxmasaq olmaz. Deməli, burada bir cismimiz var. Cismi istiqaməti bu istiqamətdədir. Bizə deyir ki, mali müstəvidə deməli, bu cismə təsir edən qüvvələrin işini yazın. Burada incə bir nüans var. Görürsünüz ki, cismin sadəcə nəyi var? Sadəcə sürəti var. Cismin sadəcə sürəti olduğundan burada biz F dartı tətbiq eləməmişik. Yəni, məsəl üçün,
elə yerlər var, məsəl üçün, çox belə hündürdədir. Buradan velosipedçi heç özünü şey eləmir heç. Burada durur velosiped, heç buradan heç özünü belə yormur, aşağı istiqamətdə gedir. Yəni bu cisim də mali müstəvidə olduğu üçün biz bu cismi qoruruq, bu özü-özünə aşağı doğru sürüşə-sürüşə gedir. Ona görə də burada F dartı qüvvəsi yoxdur. Həmçinin aşağı doğru sürüşdüyü üçün bunun əksi istiqamətində bir dənə F sürtünmə qüvvəsi olur. Cismin mərkəzindən aşağıya doğru F ağırlıq qüvvəsi olur və cismin deməli həmin bu tərəzləşdirən deməli reaksiya qüvvəsi olur. İndi buradakı hallara baxaq. Reaksiya qüvvəsi görən kimi tez nəyə bərabər yazırıq? İş sıfırdır. Heç fikirləşmirik. Sürtünmə qüvvəsini gördük, heç fikirləşmirik, iş mənfidir. Amma ki, buradakı ağırlıq qüvvəsi işləri korlayır. Baxın, ağırlıq qüvvəsi mən sürət vektoru ilə əlaqəsini yazsam, baxın, ağırlıq qüvvəsi bu istiqamətdə yönəlir, sürət vektoru bu istiqamətdə yönəlir. Arasındakı bucaq necə bucaqdır? İti bucaqdır. İti bucaq olanda biz nə demişdik? İş müsbətdir. Baxın, burada da deməli F ağırlığın işi müsbət oldu. İlk öncə mənfi oldu, sonra müsbət oldu, sonra sıfır oldu. Yenidən təzədən gəldik. Deməli, işin müsbət qiymətinə. Bu qədər. Deməli, işlərin qüvvələrlə xarakteristikasını yetərincə anlattığımı düşünürəm. Deməli, keçək ikinci mövzu başlığımıza. Kinetik enerji haqqında teorem. Deməli, bu teorem əvvəlki dərsimiz, yəni enerjinin, tam mexaniki enerjinin saxlanma qanunu ilə əlaqəlidir. Həmçinin bu mövzuda tam mexaniki enerjidəki o Y tam bərabər, Y kinetik üstə gəlsin, Y potensial bərabər o konstant var da. Onun isbatı da buradan gəlir həmçinin. Buna da bir göz nəzər baxacaq haqqında deməli teorem. Aha, burada ilk öncəliklə buradakı bir tərifə baxmaq lazımdır. Deyir ki, deməli, kinetik enerji haqqında teorem bizə deyir ki, əvəzlədici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni, deməli, bu şərtdən yola çıxarsaq, A bərabərdir delta Y kinetik. O zaman buradakı A-nı mən açaram, daha sonra A-nı saxlayaram, bu Y kinetiki açaram. Y kinetiki necə açar bilərəm? Y kinetik 2, böyükdən kiçik çıxaram da, Y kinetik 1. Yaxşı, bu A nəyə bərabərdir? F vurulsun S, düz deyilmi? F vurulsun S-i biz yazaq. F vurulsun S bərabərdir. Y kinetik 2 çıxılsın Y kinetik 1. Aha. İndi Y kinetikin düsturu nə idi? Biz enerjinin tam saxlanması qanununda nə öyrənmişdik? MV kvadratı bölünsün 2 ilə deyilmi? O zaman mən bu düsturu gətirib bu aşağıda deməli tətbiq eləsəm, bu A yazaq, F vurulsun S ehtiyac yoxdur. Deməli, MV2 kvadrat bölünsün 2 çıxılsın MV1 kvadrat bölünsün 2. O da deməli, burada ortaq nədir? M bölü 2, M bölü 2. Ortaq məxrəc çıxardıram. M bölü 2 vurulsun V2-nin kvadratı çıxılsın V1-in deməli kvadratına. Bu ifadə bizim ilk düsturlarımızdandır. Bunu da belə nəzərə aldıq. Aha. İndi burada fərqli bir deməli dəyişiklik edə bilərik. Necə bir dəyişiklik? Məsəl üçün MV kvadrat bölü 2 ilə yazmarıq. Deməli P kvadrat bölünsün 2M, P2 kvadrat bölünsün 2M çıxılsın P1 kvadrat bölünsün 2M. Ortaq nədir burada? Ortaq 2M'lərdir sadəcə. Aşağıya bir 2M yazıram. P2 kvadrat çıxılsın P1-in kvadratı. Bu qədər. Bu da ikinci düsturumuz. Belə eləyim. Aha. Bu hissəni də keçdikdən sonra keçək artıq buna aid də bir nümunə verək. Məsəl üçün, misal neçə idi? Misal ya 4 deyil, ya 5 idi. Mən yazdım 5. Məsəl üçün, bizə belə bir qrafik veribdir. Y kinetiki, hatta vahidini də yazaq ki, yadımıza qalsın. X-ə olan asılını veribdir.
Məsəl üçün, buradan belə bir cisim gəlibdir. Deməli, bu istiqamətdə belə aşağıya doğru düşübdür. Biraz düzgün çəkək. Deməli, aşağıya doğru düşübdür. Deməli, bu hissəyə verir bizə 18. Deməli, bu hissəyə verir, məsəl üçün, 4. Bu hissəyə də verir, məsəl üçün, deməli, 7. Aha, indi bu qrafik üçün deyir ki, əvəzləyici qüvvə, yəni F əvəzləyici bərabərdir nəyə sualını verə bilər. O zaman yenə heç vaxt itirmədən düsturmayacaq. Deməli, A bərabərdir delta Y kinetik. Deməli, delta Y kinetik nəyə bərabərdir? Dedik, F vurulsun S bərabərdir Y kinetik 2 çıxılsın Y kinetik 1. O zaman bu qrafikdən baxarsaq, deməli, S7-dir. Deməli, F vurulsun 7 bərabərdir. Y kinetik 2 neçədir? 18. 18 çıxılsın 4. Deməli, buradan da 7F bərabərdir 14-ə. F də bərabərdir 2 Newtona. Bu qədər. Yəni, suallarınız daha çox əsasən bu düstur içərisində gedəcək. Yəni, bu düsturu özünüzdə saxlamanız və əzbərləməniz lazımdır. Əslində, əzbərləməsəniz də olar. Zaten, yəni, əsas bu düsturu bilərəkdən zaten buradakı bütün düsturları alma imkanınız var. Bundan sonra fərqli bir deməli məsələ də yazaq. Məsəl üçün, V-nin T-dən asılılığı ola bilər. V-nin T-dən bizə verə bilər. Necə? Məsəl üçün, deməli, misal olsun, məsəl üçün neçə? Misal olsun 6 səhv etmirəmsə. Deməli, V-nin T-dən bizə belə bir qrafik veribdir. V-nin T-dən. Deməli, bu hissəni verib. Deməli, bu hissəyə indirilib 10. Deməli, bu hissəyə də gəlsin belə. Aha. Bura versin bizə, məsəl üçün, 20. Bura versin bizə, məsəl üçün, bir 40. Aha. İndi deyə bilər ki, məsəl üçün, kütləsi 6 kiloqramdır və F əvəzləyicini tapın. F əvəzləyici nəyə bərabərdir? Aha, bunu hesablayaq. Deməli, bu kütlə varsa və sürət də varsa, deməli, kinetik enerjinin əsas düsturu olan mv kvadratı bölünsün 2 düsturundan, yəni bu düsturdan yola çıxaraq gedəcəyik. İlk öncəliklə yenə, deməli, məsələdə daha yaxşı yadımıza qalması üçün yazırıq buradan. Deməli, A bərabərdir delta Y kinetik. Deməli, A bərabərdir Y kinetik 2 çıx Y kinetik 1. Deməli, oradan da A bərabərdir M bölünsün 2 ilə V2-in kvadratı çıx V1-in kvadratı birbaşa yazdım. Burada yerinə qoyanda M neçədir? 6. 6 bölünsün 2 vurulsun. V2 neçədir? V2 40-dır. 40-ın deməli bu kvadratı çıxılsın 20-nin deməli kvadratı. O da bərabərdir. 3 vurulsun deməli 40-ın kvadratı 1600. 1600-dən çıxırıq deməli 400-ü bərabərdir. Deməli 1600-dən 400 çıxanda 1200, vuranda 3-ə deməli 3600. 3600 joule. Bu qədər. Və ya deməli bunu 1000-ə bölsək 3.6 kilojoule deyə bilərik. Ha bu, ha bu. Ümid edirəm düzgün hesablamışızdır. Deyək və digər üçüncü deməli nəzəriyyə başlığımıza keçək. Bir saniyə, mən baxım görüm çəkiliş gedirmi? Deməli. Aha, tamam, çəkilişimiz gedir. Qaldığımız yerdən davam eləyək. Aha. İndi deməli bu hissəni də qurtardıq. Aha. İndi keçək üçüncü deməli hissəyə. Bunu bu tərəfə qoyaq. Narahatçılıq eləməsin. Deməli, üçüncü hissə. Üçüncü hissə deməli kinetik enerji haqqında yazdıq. İndi isə onun yaxın dostu olan deməli potensial enerji haqqında teorem. Aha.
Burada isə deyir ki, deməli, potensial enerji haqqında teoremdə deyir ki, deməli konservativ qüvvənin gördüyü iş mənfi işarə ilə, yəni əks işarə ilə həmin o potensial enerjinin dəyişməsinə bərabərdir. Yəni A bərabərdir mənfi delta Y deməli potensial. A da bərabərdir mənfi Y potensial 2 çıxılsın Y deməli potensial 1. Burada da zaten riyaziyyatdan bilir ki, burada mənfi varsa o zaman A bərabərdir Y deməli potensial 1 çıxılsın Y potensial 2. Yəni buradan görürük ki, kinetik enerjidən fərqli olaraq deməli birincidən ikincinin çıxır. Yəni kiçikdən böyük çıxır. Burada işlər fərqlidir və alınan cavab, yəni hesablamada falan filan görəsiniz ki, mənfi deməli olur. Hər sualda mənfi olmuş, amma bəzilərində mənfi odaqlı cavablar da olur. İndi keçək bu konservativ qüvvə nədir? Onun haqqında danışmaq istəyirəm. Konservativ qüvvə. Deməli, daha doğrusu bu qüvvələr iki yerə bölünür. Həm konservativ, həm də deməli bunun əksi olan qeyri-konservativ. Deməli, bu konservativ qüvvə əgər həmin o qüvvələrin gördüyü iş, əgər ki deməli həmin bu getdikləri yol qədər, yəni trayektoriyadan, formasından asılı deyilsə, buna deyirlər deməli konservativ qüvvə. Yəni trayektoriyadan asılı deyil qısa konkret. Yəni məsəl üçün belə yazaq. Məsəl üçün bura bir yer çəkək. Bura məsəl üçün bura iş olsun. Bura da ev olsun. 3 dənə evin deyək ki, işdən ailənin 3 fərdi çıxıbdı məsəl üçün. Biri bu istiqamətə getdi. Biri belə fırlandı gəldi evə getdi. Bura B olsun. Biri də ki, gəldi məsəl üçün ta fırlandı gəldi belə. Bu da C olsun. Deməli bu qüvvələr, yəni bu konservativ qüvvələr də nə A-nın, nə B-nin, nə C-nin getdiyi yol və ya bu trayektoriyanın forması heç birinə maraqlı deyil. Ona görə də həmin bu konservativ qüvvələrdə işlər bərabərdir. Yəni A bərabərdir AB-yə, o da bərabərdir AC-yə. Yəni buradakı A deyə bilər ki, hamıdan mən tez çatmışam. Bu C deyə bilər ki, mən hamıdan geç çatmışam. Yolu uzadıbdır, amma bunlar heç biri bizə maraqlı deyil. Yəni nə A-nın yol tez gəlməyi bizə maraqlıdır, nə də C-nin yolu gec gəlməyi bizə maraqlıdır bu mövzuda. Bunun da deməli aid olan əsas qüvvələr nələrdir? F ağırlıq və F elastiklik qüvvəsi. F ağırlıq qüvvəsi və F elastiklik məsələləri də zaten gördünüz. Əgər məsəl üçün F ağırlıqla, yəni ümumi dünya cazibə qanunu və sürtünmə və elastiklik qanunları mövzular izahlarını əgər baxmışsanız, orada görərsiniz ki, həqiqətən də heç bir trayektoriyanın formasının asılı deyil. Amma sürtünmə qüvvəsi məsəl üçün bu həmin trayektoriyanın formasının asılıdır. Cisim nə qədər F dartın daha doğrusu təsiri ilə nə qədər çox yol gedərsə, sürtünmə qüvvəsi də o müddət ərzində o qədər çox təsir eləyər. Yəni yol nə qədər uzunsa, sürtünmə qüvvəsi də o qədər çox təsir eləyər. Və sürtünmə qüvvəsi həmin bu deməli konservativ qüvvələrin əksi olan deməli qeyri-konservativ qüvvələrə aiddir. Və burada deməli qeyri-konservativ qüvvələr deməli şərt burada, bu həmin şərt üçün yazarsak, deməli qeyri-konservativ deməli qüvvələr üçün şərt yazarsa, burada ən çox yol hansı gedib? C. C-nin gördüyü iş. İkinci hansı ən çox gedib? B. B-dən, B də böyükdür A-dan. Yəni ən az yol gedən, ən az da, daha doğrusu ən çox yol gedən, ən çox sürtünmə
malikdir və ən az yol gedəndə ən az sürtünməyə malikdir. Bununla bunun arasında, yəni bu deməli nə öyrəndik? Deməli konservativ qüvvələr kimin hardan necə gəldi maraqlıdır. Yəni axıra nəticə odaqlıdır. Nəticə etibarilə A da, C də, B də, hər üçü də deməli bu evə varıbdılar. Yəni hardan gəldikləri, lap A gəlsin buradan belə fırlansın, təzədən evə qayıtsın. Yəni bu bizim verilən şəraitdə heç bir marağımızı əks etdirmir. Amma burada bu qeyri-konservativ qüvvədə bu maraqlı əks etdirir. Cisim nə qədər çox yol gəlibsə, o qədər demək ki, dartı qüvvəsinin altında cisim hərəkət edibdir. F dartı nə qədər uzun müddətcə artırsa, F sürtünmə də onun əksi istiqamətində o qədər çox artacaq. Aha. İndi isə keçək deməli bir hissəni də söyləmək istəyirəm. Biz bilirsiniz ki, enerji dərsində nələrə baxmışdıq? Əgər sistem ya açıq olanda, ya da bağlı olanda. Sistem əgər, məsələn, verilən bizə belə bir yol verilibdir. Deməli, bu yolun forması, deməli, bağlı sistemə aiddir. Bura A yazaq, bura B yazaq. Yəni, əgər yol, deməli, bağlı sistemdə olarsa, deməli, bu konservativ qüvvələrin gördüyü iş sıfır olur. Amma qeyri-konservativ qüvvələrin gördüyü iş sıfırdan fərqli olur. Bu, hansı sistemlər üçündür? Bağlı sistemlər üçün. Bu deməli konservativ, bir saniyə bunu qəşəng yazım. Konservativ qüvvələrə aiddir. Amma deməli qeyri-konservativ qüvvələrdə isə A sıfırdan fərqlidir. Yəni sıfır almır, nə alırsa alır. İndi isə deməli bu deməli potensial enerji haqqında danışdıq. İndi düsturunu yazdıq. İndi gəlin kinetik enerjidəki olduğu kimi daha geniş düsturlarını yazaq. Deməli ilk öncəliklə bilirik ki, düsturda yenə yazaq. A bərabərdir mənfi Y deməli potensial. Və bunu da biz axır nəticə olaraq çıxartdıq ki, həmçinin biz bunu da belə yaza bilərik. F vursun F bərabərdir. Üstündə çıxartmışdıq. Y potensial 1 çıxılsın. Y potensial 2. Yaxşı, biz burada 2 hala baxa bilərik. Yerə nəzərən cismin potensial enerjisi, bir də yaylarda. Yəni potensial enerji öz içərisində 2 yerə bölünür. Bir var yerə nəzərən. Yerə nəzərən tutur nə idi? Y potensial bərabərdir mgh. Bunu da bir təkrarlayaq. O zaman burada biz hündürlüyə baxacağıq. Çünki m zaten m'lər dəyişməz. J də zaten sabitdir. Dəyişsə burada hündürlüklə dəyişir. Hündürlük dəyişdiyinə görə biz burada y potensiallar necə alıb? Birincidən ikincini çıxırıq. O yüzden də həmin bu hündürlüyün qiyməti də birincidən ikinci çıxacaq. Yəni A bərabərdir delta y deməli potensial yerə nəzərən o da bərabərdir mg h1 çıxılsın h2-yə. İndi gələk yaylarda vəziyyət necədir? Bir saniyə, marker pis yazdı. Aha. Yaylarda isə bilirik ki, deməli y potensial nəyə bərabərdir? Buradan yazaq. Y deməli potensial bərabərdir kx kvadrat bölünsün 2. Yəni cismin həm sərtliyi həm də mütləq uzanması yayların öz xarakteristikasıdır. Həmçinin təkrar üçün deyirəm k s y bölünsün L0-dan asılıdır. Yəni cismin inkəsinin sayəsindən, Young modundan və L0 mütləq uzanmadan asılıdır. Bunu da əlavə bir təkrar olaraq dedim. İndi buradakı deməli görülən işi yazsaq, yenə delta y deməli potensial və həmçinin mən bu mənfini nəzərə almazsam burada, zaten bu düsturda var. Həmin bu düstur üçün yazarsaq, yenə ortaq nəzər nədir? Deməli kx2 kvadrat bölünsün 2 mənfi, deməli çıxılsın kx1 kvadrat bölünsün 2. Burada mənfi var. Deməli, burada mənfi varsa, mənfini mən keçirdərəm bu tərəfə. O da bərabər olacaq. A bərabərdir və buradan görürük ki, ortaq məxrəc nədir? K bölünsün 2. K bölünsün 2 vurulsun. X1-in kvadratı çıxılsın. X2-nin
deməli kvadratı. Bu da bizim bir başqa əsas düsturumuz. Bu qədər. Bu hissəyə aid düsturlarını yazdıq da, bu hissəyə necə həll eləyəcəyik? Müəllim soruşa bilərsiniz. Gəlin bu kinetik enerjiyə verdiyimiz misalları örnəkdən bu deməli potensial enerjiyə də örnək verək. Məsəl üçün yerdən müəyyən bir cismimiz var. Bu cisimdir. Kütləsi məsəl üçün neçə kiloqram olsun? Məsələn, kütləsi 6 kiloqram olsun. Bu cismin deməli yuxarı doğru atılıbdır. Deməli, üzr istəyirəm. Bu cisim yuxarı doğru atılıbdır. Məsəl üçün bu hissəyə doğru atılıbdır. Bu hissəyə doğru ümumi hündürlüyü biz nədir sayırıq? H2 sayırıq. Bu hündürlük isə yəni atılmaz öncəki bu hissə, yəni bu arxa qalan hissədir. Burada bir H1 yazacağıq. Bura məsəl üçün yazacaq 6 metr. Bu H2-yə yazacaq məsəl üçün 20 metr. Və sürəti ilə yuxarı qalxır. Çünki cismi yuxarı atmışıq və J-ni də verib bizə 10. Aha, indi bizə soruşa bilər ki, bu cismin işi nəyə bərabərdir? İndi baxaq, bu cisim necə iş görüb? Görür ki, yuxarı doğru iş görüb. Və yerə nəzərən cismin enerjisi nəyə bərabərdir? mg h1 minus h2-yə. O da bərabərdir. M neçədir? M 6-dır. J 10-dur. H1 neçədir? 6 minus 20. O da bərabərdir 60. 60-ı da vururuq neçəyə? Mənfi deməli 14-ə. Mənfi 14-ə də vurduğumuz anda deməli 14, 6, deməli 4, 2 yadda 840, mənfi 840 joule. Gördüyünüz kimi, həqiqətən də Y potensial enerjisinin şərt daxilində demək ki, düzgün yazmışıq ki, cavab da mənfi alındı. Yəni, mən demişdim, bəzi istisna hallarda mənfi olmaya bilər, amma elə bir qiymət verdik ki, cavab mənfi oldu. Yəni, məsələ bu halla düzdür. Aha, yəni, burada şərtə bir də təzdən baxın istərsəniz. Ona qədər də mən yeni mövzuya artıq keçim. İndi gəldik sizə ən başda söylədiyim deməli maraqlı mövzulardan birinə enerjinin saxlanma qanununun bu hissədə ödəndiyinin isbatı. Həqiqətən də o bizim deməli enerji mövzumuzda, mexaniki enerji mövzumuzda bir qayda vardı bilirsiniz ki, tam mexaniki enerji üçün enerjinin saxlanma qanunu ödənilir. Gəlin bunu isbatlayaq. Hər mövzu gözəl bir isbatla mövzu izah ilə davam edirik. Bu zəncir qırmayaq. Yenə bir isbatla mövzumuzu davam etdirək. Həm də maraqlı olsun. Enerjinin deməli saxlanma qanunu. Enerjinin saxlanma deməli qanunu bura tətbiq etsək. Deməli, yenə fiks olaraq enerjilərimizi yazırıq. Y kinetikin enerji düsturu nə idi? Y kinetik bərabərdir. Deməli, Y kinetik 2 minus Y kinetik 1. Aha, bəs yaxşı, cismin potensial enerjisi nəyə bərabərdir? Mənfi Y potensial bərabərdir. Deməli, Y potensial 1 yazdıq, çıxılsın Y potensial 2 yazdıq. Aha, indi tam mexaniki enerjinin saxlanma qanunu bura tətbiq eləsək, yəni Y kinetik bərabərdir mənfi Y potensialı. O zaman bu hissədən yazarsaq, deməli, Y kinetik 2 minus Y kinetik 1 bərabərdir Y potensial 1 minus Y potensial 2-yə. Burada həm Y potensial 1-i, həm də Y kinetik 1-i bir tərəfi, yəni qısaca həm birləri, həm ikiləri ayrı-ayrı bir tərəfə yığarsaq, Y kinetik 1 üstə gəlinsin Y deməli potensial 1 bərabərdir Y kinetik 2 üzərinə gəlinsin Y deməli potensial 2. Aha, buradan ilk isbatımız nə oldu? Daha doğrusu bu isbatın ilk hissəsidir. Cismin əvvəlki işi sonraki işinə bərabərdir. Yəni bu əvvəlkidir. Bu əvvəlki işdir, bu da sonraki işdir.
Yəni biz impulsda yazmışdıq, xatırlarsınız, delta P əvvəlki bərabərdir delta P sonrakı. Həqiqətən də bu şərt də burada ödənir. Yəni cismin əvvəlki deməli, kinetik enerjilərinin və potensial enerjilərin gördükləri iş əvvəlkiləri və sonrakıları bir-birinə bərabərdir. O yüzden mənfi olur hər ikisi də. İndi buradan isbatımızı çıxararsaq, deməli, əvvəlki dərsdə dediyimiz üzərində, deməli, bağlı sistemdə Y tam bərabərdir, Y kinetik plus Y potensial bərabərdir, deməli, konstant yazmışdıq. Və bu, həqiqətən bu bərabərlik bizə göstərir ki, bu ifadə bu ifadənin yığılmış versiyasıdır. Yəni buradan Y kinetiki Y tam olaraqdan bu tərəfə atsaq, həqiqətən də bu, buna, bu da ki, buna bərabərdir. Bu da bizim maraqlı bir isbatımız olsun. İsbatı ilk baxışdan, ilk deyimdən anlamaya bilərsiniz. Əvvələ qayıdıb orada, deməli, bu şərt üçün dediyim sözlərə diqqətli qulaq asarsanız, əslində incə bir nüans olduğunu orada görmək mümkündür. Aha, keçirik. Son iki başlığımız qaldı, səhv etmirəmsə. Deməli, dördüncü başlığımız güc. Güc vahid zamanda görülən işə bərabərdir. Güc necədir? Məsəl üçün, deyək ki, mənəm, bir də mənim yanımda hər hansısa bir müdavim müəllimdir. Hər ikimizə də, məsəl üçün, bir iş verilibdir. Və bu işi kim yerinə tez yetirdisə, onun gücü daha çox sayılır. Yəni, vahid zamanda görülən işdir. Məsəl üçün, bizdə uşaqların, biz, məsəl üçün, ən sadə yoldan belə anladırıq ki, məsəl üçün, iki uşaqdır, məsəl üçün, hər ikisində 100 ədəd, məsəl üçün, işləmək test verdik. Hansı tez işləyib qutardısa, biz ona, deməli, daha güclü baxırıq. Yəni, hazırlıq şəraitində testi daha gec işləyənə, daha zəif kimi baxırıq. Əslində, bu şərait hər dəfə uyğun gəlmir. Çünki elə olur, məsəl üçün, 100-dən test veririk, hamıdan test qutarıb, hamıdan çox da səhvi çıxan uşaqlar da olur. Yəni, bu istisna hallardır. Burada biz sadəcə bu gücün nə olduğunu anlamamız üçün bu nəzəri yaddan çıxarmamanız lazımdır. Yadda saxlayın. Yəni, ən tez işi qutaran, ən tezdə, yəni ən çox da gücü var. N bərabərdir A bölü T, yəni vahid zamanda görülən işə bərabərdir. O da gücdə təbii ki, skalyar kəmiyyətdir. N hərfini biz açarsaq, deməli, vahidi 1 wattdır. Yazılışı belədir, watt. Deməli, buranı mən silim. Buraya ehtiyac yoxdur. Watt. Və açarsaq, deməli, işin vahidi nədir? Joule. Zamanın vahidi nədir? Saniyə. Yəni, 1 joule bölünsün saniyə. Bunu da açarsaq, deməli, 1 Newton vursun metr bölünsün saniyə. Newton da açarsaq, zaten deməli, kilogram vur metr kvadratı bölünsün saniyə üstü 3, yəni kub. Yəni, bu qədər. Ondan sonra, deməli, işin sabit qiymətində güc zamandan, deməli, düz asılıdır. Və həmçinin, deməli, A bərabərdir, daha doğrusu, deməli, N bərabərdir A bölünsün T, A da bərabərdir NT. Hasil varsa, həmin bu A-nın sabit qiymətinə, yəni işin sabit qiymətinə NT qrafikində, qrafik altında qalan sahənin düsturla hesablanır. Yəni, bu qrafik altında hesablanır. Necə hesablayacaq? N vursun T bölünsün 2, çünki bu düzbucaqlı 3 bucaqdır. Və deməli, bu hissəni də yekunlaşdırdıq. Buradan fərqli bir düsturlar da ala bilərik. Məsəl üçün, N bərabərdir. Bu hissə fərqli bir keçid eləyək. Belə çəkək. Marşın rəngi dəyişdirək. Deməli, N nəyə bərabərdir? A bölünsün T-yə düzdürmü? A nəyə bərabərdir? F vursun S bölü T düzdürmü? Bizim düz xətti bərabər sürətlər hərəkətindən ən təməl ilk öyrəndiyimiz düstur S bölü T nəyə bərabərdir? V-yə. Yəni, bu da bərabərdir. Daha doğrusu, bura bərabərdir. F vurulsun V. Bu qədər. Yəni, bu düsturları da çıxarda bilərsiniz. Və bunun, deməli,
aid olduğu tənlik qrafikini çəkərsək, F dartı qüvvəsi, çünki burada F dartı da ola bilər, çəkmə də ola bilər. F dartının V-dən deməli tərs asılıdır N-in sabit qiymətində. Niyə deyə soruşsanız, məsəl üçün buna ən fiks nümunə olaraq məsəl üçün mali müstəvidə hərəkət kimi verirlər. Məsəl üçün buradan bir maşındır və ya velosipedçidir. Fikir vermiş sizə maşın və ya velosipedçi bu dişi çıxarkən nə qədər çox güc, sürət tələb edirlərsə, nə qədər çox sürət, daha doğrusu sürəti üstünə düşürlərsə, o qədər gec ki olur. Məsələn, velosipedçilər olsun, maşınlar olsun, o nə qədər də sürət versələr, verdikləri gücün, yəni verdikləri sürətin dartı qüvvəsi qədər nəticə almırlar. Ona görə də, yəni onları mali müstəvi aşağıya doğru çəkir. Yəni onları müqavimət qüvvəsi arxaya doğru itələyir. Amma burada ona görə deyirlər ki, maşın olsun, velosiped olsun, həmişə ən az sürətdə, yəni birinci skorusda da deyirlər, yəni Dədə-Baba qaydası, birinci skorusda yerimə daha tez burada bu dişi çıxmaya kömək eləyir. Buradan bura. Aha. Son deməli bir şeyi də nəzərə yetirmək lazımdır. Dedi ki, burada F dartıdır və bu müstəvi üzərində əgər baxarsaq, həqiqətən də görürük ki, F dartın gücü çatmadığı üçün sürət istiqaməti bu istiqamətdə olarsa, deməli F dartı o zaman əks istiqamətdə gedir. Və F dartı bu zaman əks istiqamətdə sürətin əksinə gedən nədir? F sürtünmə. O zaman F dartı bərabər olur F sürtünmə. Bu yeganə hallardan biridir. Və A bərabərdir F sürtünmə vurulsun V olarsa, buradan da F sürtünmənin düsturu nə idi? Mü mc vur V. Bu da bir yeni düsturumuz. Yəni çox maraqlı düsturdur. Yəni hər biri bir-birinə əlaqəli olan bir mövzudur. Aha. İndi isə son deməli hissəmizə keçsək, faydalı iş əmsalı. Aha. Faydalı iş əmsalı burada əsas məqsəd nədir? Məsələn, faydalı işin həmin o ümumi, o tam işə olan deməli, nisbətin faizlə ifadəsidir. Bu, həmin o düsturdan çıxaran tərifdir. İndi gəlin bunu məntiqlə izah edək. Baxın, məsəl üçün, mən deyirəm ki, məsəl üçün, uşaqlardan birinə deyirəm ki, əlimdə bir, məsəl üçün, silgi var. Apar bu silgini, məsəl üçün, çıxart 3-cü mərtəbəyə, 4-cü mərtəbəyə. Məsəl üçün, deyək ki, 3-cü mərtəbəyə. Mən oturub hesablayıram, görürəm ki, məsəl üçün, uşaqlardan həmin o göndərdiyim uşağın ümumiyyətlə faydalı iş əmsalı, yəni gedib gəlməyə sərf edəcəyi iş, ümumi faydalı iş, deməli deyək ki, 100 zoldur. Amma uşaq qayda deyir ki, müəllim, mən 150 zol xərcləmişəm əslində. Yəni, o yolu gedib gələn o tam işə bərabər olur. Yəni, onun hesablı o tam işdir. Mənim hesabladığım isə faydalı işdir. Yəni, mən həmişə faydalı iş həmişə tam işdən deməli kiçik olur. O zaman o düstur, ona görə düstur yazırsaq, deməli faydalı işin göstəricisi deməli bu işarədir. Yəni bunun adı deyilir eta. Deməli eta bərabərdir A faydalı böl A tam vurulsun 100%. Və ya bunu güclə əlaqəli yazarsak, eta bərabərdir N faydalı böl N tam vurulsun 100%. İndi isə burada bəzi istisna hallar var. Gəlin onlara bir nəzər yetirək. İstisna hallar. Deməli, istisnalar birinci. Deməli, bir saniyə. Statikadan bildiyimiz, deməli, ilk olan tərpənməz blok üçün yazarıq. Deməli, tərpənməz bloku biz burada göstərək. Bu askıdır. Buradan cismimiz asılıb. Mərkəzdən bura bir M kütləli cisimdir məsəl üçün. Burada bilirsiniz ki, bu ümumi, bu hissəni aşağı doğru tam dartan nədir? T-dir. Yəni, T gərimə qüvvəsi. Bu T gərimə qüvvəsi nəyə bərabərdir? Buradakı bu cismi aşağı çəkən nədir? Bu cismi aşağı çəkən mc-dir. Bu cismi mc-nin əks istiqamətini yuxarı çəkən nədir? Bu, həmin bu, deməli, gərimə qüvvəsi.
Gəlmə qüvvəsindən biz bir F ilə işarə eləyək. O zaman bunların eta bərabərdir. Faydalı iş. Bunu aşağı çəkən nədir? Ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi, yəni mg bölünsün. Yuxarı doğru çəkən nədir? F. Yəni F-ə. Bir saniyə. Yəni F vurulsun 100%. Bu ilk hissə. İndi ikinci hissəyə keçək. Deməli B, deməli tərpənən blok. Deməli tərpənən deməli blokda işlər fərqlidir. Belə bir askımız var, deyək ki, cisim buradan gəlibdir. Bu istiqamətdə yuxarı doğru çıxır. Deməli. Buradan mərkəzdən bir cisim açılıbdır. Bura M kütlədir. Yenə bu cismi aşağı çəkən nədir? Bu cismi aşağı çəkən mg'dir. Amma fikir verirsə, bu qüvvədə həm burada var, bu cisimdə həm burada bir F dartı var. Həm də burada bu yuxarı doğru bir F qüvvə var. O zaman bu hissə nə olur? 2F olur. 2F bunu, deməli mg bunu aşağı çəkir. Bu hissə isə buradakı bu olan həmin bu gərilmə isə deməli 2F-ə bərabərdir. O zaman eta bərabərdir mg bölünsün 2F vurulsun 100%-ə. Üçüncü, mali müstəvi. Deməli, mali müstəvidə işlər biraz da kiçik bir nüans var. Məsəl üçün, bu mali müstəvimizdir bizim. Deyəlim ki, bu cismi mən buradan, yəni bu mali müstəvinin ən aşağı ucundan, M kütləli cisimdir. F dartı qüvvəsinin təsiri ilə mən çıxarmaq istəyirəm bu ən yuxarıya. Həmin bu mali müstəvinin, deməli, bu yoluna da mən deyirəm bir L. Və bu hündürlüyünə də deyirəm bir H. İndi mali müstəvidə bütün bu cismin yuxarı qaldırdığı bolunca, yəni cisim buradadır. F dartı ilə gəlir bu hissəyə. Ümumi bir mali çıxıbdır. Malin uzunluğu nə qədərdir? L-dir. Bunun uzunluğu nə qədərdir? Çıxdığı uzunluq və hündürlük hasil. Hündürlük hasil deyirəm, üzr istəyirəm. Daha sonra bu çıxdığı mal nə qədərdir? L-dir. L-ə uyğun olan deməli, nədir? L-in üstündə gedən, L-lə eyni istiqamətdə üstündə gedən nədir? F-dir. Yəni, F vurursun L ilk istiqamətdə olacaq bu hissədə. Yaxşı, bəs bu cismi aşağı doğru çəkən nədir? Bu cismi aşağı doğru çəkən mg-dir. Müəyyən bir hündürlükdən, buradan da bir mg çəkir. Müəyyən hündürlük var həm də. Həm mg var, həm də h var. H hündürlüyündə aşağı mg təsir edirsə, demək ki, bu mg h-dır. O zaman eta bərabərdir. Bir saniyə, eta yazanmadım bir şey. Eta bərabərdir. mgh bölünsün. F dartı vurulsun. L vur 100%. Bu qədər. Deməli, bunu bu tərəfdən yazım ki, yaxşı görəsiniz. Buradan görsənmədi. Deməli, eta bərabərdir. mgh böl, deməli, F dartı vur, L vur 100%. Aha. Və son, deməli, hissəmizə baxacağıq. D, deməli, qaldırıcı kran. Deməli, bunun üstünü əzbərləsəniz yetərlidir. mgh bölünsün, n vurulsun, t vurulsun 100%. Və həmçinin bilirik ki, bu h-ın özünə oxşar xassiyyətləri də var. H həm l-dir, həm x-dir, həm də ki s-dir. Düzxətti bərabər sürətli, deməli, hərəkətdə yola biz s deyirik, koordinatda x deyilir, mali müstəvidə l deyirik və qaldırıcı klanda isə h deyirik. Bunların hamısı yoldur. Bunu unutmayın. Yəni, x-i görüb fərqli bir şey, x-i, h-ı falan filan görüb səhv salmayın. Yəni, bu vəziyyətdən asılıdır. İşlənmə yerinə aid asılıdır daha doğrusu. H böl t, yəni s böl t deyək ki, rahat anlayışlı olsun sizin üçün. O da bərabərdir. mgv bölünsün n vur 100%. Bu qədər. Deməli, mexaniki iş gücün bütün anladılması gərəkən şeylərini anlattım. Mövzu izahından deməli bu qədər. Gəlin istəyirsinizsə, maraqlı bir suala nəzər yetirək. Ondan sonra da bu işi burada deməli bitirək. Aha, burada maraqlı bir sual var. Deməli,
bu sual üzərində həll edək. Deməli, bu sual güvəndən alınmadır. Maşallah olsun, güvəndə də belə maraqlı suallar var. Bizi sualsız qoymur. Gəlin həll eləyək. Deyir ki, yalnız sürtünmə qüvvəsi təsir edən M kütləli cismin müəyyən məsafədə sürəti 2 dəfə azalmışdır. Yəni, rəngi dəyişdirək. Deməli, bir saniyə. Düzəməli bir rəng götürək ki, gözümüz görsün. Ağ olsun, ağ da olmasın, olsun qara. Yəni, V bölünsün 2 qədər bu yol deməli sürəti var. V bölünsün 2 qədər. İndi bizə deyir ki, bu məsafədə cismin sürtünmə qüvvəsinin işi deməli hansı ifadə ilə təyin olunur? Deməli, V bölünsün 2 yazdıq, elə deyil mi bura? V bölünsün 2 oldu mu, o zaman biz belə bir şey yazacağıq. Deməli, Y kinetikin düsturu nə idi? Y kinetik deməli iş nə idi daha doğrusu? İş A bərabər delta Y kinetik. Düzdürmü? İndi mən bu düsturu buradan açarsam, yəni bizə verilən tək şey V bölünsün 2 qədər sürət azalmışdır. M kütləli cisimdə. İndi bunu həll eləyək. Deməli, A bərabərdir Y kinetik 2 minus Y kinetik 1 və bunları da mən açıram. A da bərabərdir MV kvadrat bölünsün 2, daha sonra MV2 kvadrat bölünsün 2 çıxılsın MV1 kvadrat bölünsün 2. Burada deməlidir ki, V1 kvadrat, yəni V1 bölünsün 2 qədər, yalnız M kütləli cisim qədər yer dəyişib. Zaten biz bura M1, V1 yazmamıza ehtiyac yoxdur. Bura biz ikinci alabağa dedik, çünki ikincidən həmişə birincini çıxırıq. O zaman deməli bu hissəyə yazarsak, birinci üçün yazarsak deməli M V bölünsün 2-nin deməli kvadratı bölünsün 2 çıxılsın MV kvadratı bölünsün 2. Görürsünüz, indeksə getdi artıq. Deməli, bunun bu kvadratını yazsaq, MV kvadratı bölünsün 2-nin kvadratı 4 aşağı gəldi 8 çıxılsın. Deməli, bu aşağıdan yazaq, burada yer qalmadı. Deməli, MV kvadratı bölünsün 8 minus, bu üstə qalır axı. Bu üstünə yazırıq, MV kvadrat bölünsün 2. Aha, indi bunu buradan çıxmaq üçün buranı ortaq məxrəci gətirərəm. Buranı vuraram 4-ə. O da bərabərdir. Deməli, MV kvadratı bölünsün 8 çıxılsın 4 MV kvadratı. O da bərabərdir. Deməli, mənfi 3 MV kvadratı bölünsün 8. 3 MV mənfi 3 bölünsün MV kvadrat bölünsün 8. Cavab Y variantı. Deməli, uşaqlar bu qədər. Mövzu üzərindən bugünlük bu qədər. Artıq yavaş-yavaş sonlara doğru gəlirik. Ümid edirəm, hər biriniz deməli son günlərinizi çalışaraq keçirəsiniz. Çünki hər söz dəyişdə, hər danışıqda deməli sizlərə ürək-dirək verməyə çalışıram. Ümid edirəm, imtahanınız yaxşı olar. Ümid edirəm, hər şey ürəyinizin istədiyi kimi olar. Mövzu üzərindən bu qədər dostlar. Özünüzə yaxşı baxın. Ümid edirəm, hər biriniz ürəyinizin istəyən nəticələrinizi toplayarsınız. Ürəyinizi sıxmayın, çalışın. Hələ ki, sizlərə dəstəyik. Ümid edirəm və inanıram ki, hər biriniz yaxşı nəticə göstərəcəksiniz. Özünüzə yaxşı baxın, sağ olun, xoş istirahətlər.